Ermənistanın baş naziri Nikol Paşinyan da sülhlə bağlı olduqca nikbin fikirlər səsləndirib. O, sülh sazişinin mütləq imzalanacağını deyib. Bilirsiniz ki, sülh sazişinin imzalanması üçün rəsmi Bakının müəyyən tələbləri var. Paşinyan da məhz həmin tələblərə ölkəsinin ən həssas nöqtəsi olan konstitusiyaya toxunub. Ermənistan və Azərbaycan arasında sülh sazişi mütləq imzalanacaq. İndi əsas məsələ bunun nə vaxt baş verəcəyidir. Apreldə, mayda, iyunda və yaxud sentyabrda. Lakin o mütləq imzalanacaq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib. Biz Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqəni Ermənistan vasitəsilə təmin etməyə hazırıq deyə o əlavə edib. Armenican şırcanları եւ Naxçıvan ինքնավար հանրապետության կապը. Paşinyan ölkəsinin yeni konstitusiyası barədə də danışıb. Nor sahmandırucan մեջ անկախության հռչակագրին Yeni konstitusiyada müstəqillik bəyannaməsinə istinad olunmamalıdır. Mən bunun səbəbini izah edəcəm. Çünki müstəqillik bəyannaməsi münaqişə məntiqi üzərində qurulub. Biz münaqişə məntiqi ilə gedib müstəqil dövlət qura bilmərik. Sülh sazişinin imzalanması üçün rəsmi Bakının əsas tələbi Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Ekspertlərin fikrincə, bu həm də Azərbaycanın obyektiv təklifinin qəbul olunmasıdır. Problemin həlli yekun sülh sazişinin imzalanmasına gətirib çıxara bilər. Müstəqillik bəyannaməsi əslində müstəqilliyin elan edilməsinə xidmət edən bir sənəd deyil. O sənəd əslində ərazi iddiaları üzərində qurulub və ondan sonra Ermənistanda dövlətin formalaşması prosesi də işğal üzərində qurulub. Baxımdan bu məntiqdən imtina edərək normal sivil dövlətlər kimi, elə Azərbaycanın özü kimi beynəlxalq münasibətlər sisteminin bir normal bir subyektinə, hüquqa istinad edən subyektinə çevrilmək lazımdır. Paşinyan Erməni Apostol Kilsəsinin rəhbərliyini Qarabağ hərəkatını aktuallaşdırmaq cəhdlərində ittiham edib. Bu yaxınlarda liturgiyada iştirak edərkən dırnaqarası Artsaq Respublikasının deyildiyini eşitdim. Bu nə deməkdir? Bu yalnız və yalnız müharibəyə çağırış deməkdir. Qıtriş, Nersisyan və digər din xadimləri müharibə partiyasının rəhbərləri rolunu öz üzərinə götürürlər deyə Paşinyan vurğulayıb. Ekspertlər isə deyir ki, Ermənistanda sülh əleyhinə sərt çıxış edən qüvvələrin sayı çox deyil. Onlar proseslərə təsir göstərmək potensialında deyillər. Mən dəfələrlə demişəm ki, biz Ermənistanla sülhü yalnız kağız üzərində əldə etməmişik. Prezident İlham Əliyev son çıxışlarında Ermənistanla sülh gündəliyi barədə bildirib ki, tərəflər artıq 7 aydır sülh şəraitində yaşayır. Ermənistanla ticarəti bərpa etmişik və bununla da göstərdik ki, biz uzun müddətli deyil, əbədi sülhə sadiqik.